Bu günləri çayın yanına çox ləzzətli kəsmikli peçenyelər hazırladım. 250 qram kəsmiyin üzərinə 1 ədəd yumurta, 1 çimdik duz, 6 xörək qaşığı şəkər tozu, 50 ml duru yağ da əlavə edib qarışdırırıq. ...250 qram un, 1 çay qaşığı qabartma tozunu da əlavə edib yumuşaq, biraz da ələ yapışan bir xəmir yoğururuq. Sonda da xəmirimizə 100 qram qara kişmiş də əlavə edirik və yaxud da hər hansısa bir quru meyvədən də istifadə etmək olar və xəmirimizdən kiçik parçalar ayırıb yumru formaya gətiririk. Şəkər tozuna bulayıb 180 dərəcəli sobada 20 dəqiqəyə bişiririk. Və nəticədə üzəri xırçıltılı, içi yumuşaq, çox ləzzətli bir peçenyelər alınır. Mütləq sınayın. Videomu izlədiyiniz üçün hər kəsə təşəkkür edirəm. Gələn videolarda görüşənədək inşallah. Hələlik.